Salam uşaqlar. Gəlin sizinlə indikatorlar və pH şkalası mövzusunun tapşırıqlarına baxaq. Deməli, öyrəndiklərinizi tətbiq edindən başlayırıq. Deyir ki, naməlum məhlula pH metr daxil edilir. Bu məhlulun hansı maddə məhlul ola biləcəyini müəyyənləşdirib fikrinizi əsaslandırın. Bunu müəyyən etmək üçün uşaqlar gərək biz pH metrin göstəricisinə baxaq. 8.2 göstərir. Burada şəkildə yəqin ki görürsünüz. Cihazın üzərində 8.2 göstərilib. 8.2-dir, yəni bilirik ki, neytral mühitdə pH 7-dir. Əgər pH 7-dən böyük olarsa, bu əsas mühit olur bu zaman mühit. pH 7-dən kiçik olarsa, mühit turş mühit olur. Burada 7-dən böyük olduğuna görə demək ki, burada əsasi mühitdir. Və biz verilən ABC-dən əsasi mühitli olanı seçməliyik. Burada da xlor turşusu və portağal suyu turş xassəlidir, turş mühitdir bunlarda. Çay sodası məhlulunda isə mühit əsasi mühitdir. Əsasi xassəli olduğuna görə B-ni götürürsünüz. 2-də deyir ki, aşağıdakı məhlulların pH qiymətini müqayisə etməklərinizi əsaslandırın. Baxaq. Ammonium hidroksid zəif deməli əsasdır. Kalium hidroksid isə qüvvətli əsasdır. Deməli, pH göstəricisi hansında çox olacaq? Təbii ki, kalium hidroksidin pH göstəricisi, deməli, ammonium hidroksidin pH göstəricisindən daha böyük olacaq. Hətta bunların qiymətlərini qeyd edeyim siz üçün təqribən. pH-da 8-dir, ammonium hidroksiddə 8-dir. Kalium OH-da isə pH 11-dir. P-dir bu. pH bərabərdir 11-ə. Burada xətt düşdü. Üzr istəyirəm. pH-dir yəni. Demək, görürsünüz, kalium OH-ın pH-ı ammonium hidroksidin pH-dan daha çoxdur. Sonra mətbəx sirkəsi və sirkə essensiyası. Uşaqlar, mətbəx sirkəsində sirkə turşusu sirkə essensiyasına nəzərən azdır. Demək ki, sirkə essensiyasında daha qüvvətli, daha güclü turş mühit var. O zaman pH göstəricisi də sirkə essensiyasında daha aşağı olacaq. Burada həqiqətən elədir. pH sirkə essensiyasında bərabərdir. Mətbəx sirkəsində bərabərdir 5-ə. Sirkə essensiyasında da bərabərdir 2-yə. Bunun qiyməti daha aşağı oldu. Belə. Sonra keçdik öyrəndiklərinizi yoxlayın. İndikatorlar deyir ki, hansı formada mövcud ola bilər? İndikatorlar uşaqlar bərk də ola bilər, maye də ola bilər. Sadəcə olaraq lakmus kağız formasında da olur. Bir də universal indikator da kağız formasında olur. Bunları qeyd edirsiniz. Sonra uyğunluğu müəyyən edin. Gəlin baxaq bir variantlara. Xlorid turşusu turş mühitdir. Xlorid turşusunda turş mühit var. A gedir 1-ə. A getdi 1-ə. Natrium hidroksid suda məhlul. Natrium hidroksid qələvidir, əsasi xassəlidir və əsasi mühit olacaq. Sonra deyir çay sodası suda məhlul. Burada da əsasi mühit var. Limon suyu təbii ki turş mühitdir. Dedə getdi 1-ə. Saf suda da neytral mühitdir. pH-ı 7-yə bərabərdir. Keçdik 3-cüyə. Hansı maddə suda məhluluna metlanaj əlavə etdikdə sarı, fenolftan əlavə etdikdə isə çəhrayı rəngi boyanır. Metlanaj nə vaxt sarı olur uşaqlar? Əsasi mühit olanda. Fenolftalin də elə əsasi mühit olanda çəhrayı rəngi olur. Demək ki, biz burada əsasi mühitə malik məhlul əmələ gətirən maddələri seçməliyik. Burada olacaq uşaqlar deməli amoniyakın məhlulu əsasi mühit əmələ gətirir. Kalium hidroksidin məhlulu əsasi mühit əmələ gətirir. Sirkə turşusu yox, xörək duzu da yox. Sirkə turşusu, xörək duzu turş mühit əmələ gətirdiyinə görə bunları seçməliyik. Fikrimizi əsaslandırırıq ki, rənglərə görə müəyyən etdik, əsasi mühit olan maddələri seçməliydik. Ona görə də A ilə C-ni götürdük. Belə. Hər hansı bir sualınız yaranarsa, şərh bölməsində qeyd etməyi unutmayın və zəhmət olmasa videonu bəyənək və kanala abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Hələlik.